Cəllabadda tükürbədici qətl hadisəsi baş verib. Mediazın yerli bürosunun məlumatına görə rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, o xəstəxanada vəfat edib. Onun yaxınları 35 yaşlı şəxsin özünə xəsarət yetirdiyini bildiriblər. Lakin polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Vüsal Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.